Değerli dostlar, əsl həyət evi çəkib sizlərə təqdim edirəm. 3 sotda inşa olmuş şəxsi tikili 4 otaqlı evdir. Sadəcə təmir işləri yenidən həyata keçirilib. Evin ölçüsü 16-nın 10-adır. 160 kvadrat metrlik dövlət ipotekasına yararlı əla bir 4 otaqlı evdir. İncəliklərinə kimi hər şey düşünülüb. İzləmədə qalan bütün məlumatları nəzərinizə çatdıracağım. Baxın, 1 metr burada, 1 metr sol tərəfində, 2 metr arxasında məsafə saxlanılıb. Həyətənin sahibi bu qaydadadır. O hissədə də sanitar qovşaq quraşdırılıb. Daha doğrusu tikilib, üst hissəsi betondur. Lazım olarsa əgər ehtiyat məqsədilə ehtiyat süsanını da quraşdıra bilərsiniz bu hissəyə. Baxın, ehtiyat süsanının deməli xətlərinə kimi hər biri çəkilib. Bura belə bir sanitar qovşaq. Qarşı tərəfdən bu sağ tərəf bağlanıb, ancaq arxa tərəfdən keçid etmək mümkündür evin digər tərəfinə. Sanitar qovşaq hamam otağı ayrı-ayrılıqdadır. Evin döşəmə hissəsi və dam örtü hissəsi izolyasiya olunub, çerepitsa ilə tavan işlənib, dam örtü işlənib və paket damdır. Buradan dama çıxış qoyulub, mətbəx hissədən terasa çıxış qoyulub. Gəlin daxil olaq evə. Haradasa 1.40 enliyində dəhliz hissədir, solda yerləşir. Böyük bir zal hissə dəyərli dostlar. Baxın, belə bir zal hissə yerləşir. Üst durma kimi quraşdırılıb, kondisioner xətti, TV xətti və s. hər biri hazır vəziyyətdədir. Radiator xətləri çəkilib hazır vəziyyətdədir. Evin dörd bir tərəfinə keçid etmək mümkündür. 3 sotdan inşa olunub. Deməli, onun 16 evin ölçüsüdür. Torpaq sahəsi isə 3 sotdur. Yataq otaqlarından biri, pəncərəsi evin öz. Digər qeyd etdiyim yan tərəfindən baxır. Bura ailə üçün nəzərdə tutulmuş yataq otağı. 160 kvadrat metrli evin və torpağın küçəsi var. Arxa tərəfini də göstərim. Baxın, arxada da belə bir məsafə saxlanıb, digər tərəfə də keçid etmək mümkündür buradan. Masazırda yerləşir 6 nömrəli məktəbin 200 metrliyindədir. Baxın, sanitar qovşaq hamam otağı da ayrı-ayrılıqdadır. Ümumilikdə 4-cü otaq. Otaq ölçüləri çox əladır. Həqiqətən də üstulları quraşdırılıb. Bura hamam otağı. Deməli 5.20'lik taxtalardır. Bir daşdan biri atılıb. Döşəmə hissədə və həmin döşəmə hissə izolyasiya olunub, tavanda izolyasiya olunub istiyə və soğuğa qarşı. Burada isə yerləşir evin mətbəx sahəsi, qazqatlı mətbəxə daxil edilib. Bütün lazım işlər görülüb, həyata keçirilib. Buradansa terasaya çıxış qoyulub gördüyünüz kimi. Evin qiyməti 148.000 manatdır. Alıcıları qiymətdə razılaşmaq mümkündür. Dövlət ipotekasına yararlı nağd satılır, kreditlə satılmır. 4 bir tərəfdən cüt kubik ara divarlarda daxil olmağa beton kəmər atılıb. 50-50 karkas beton fundament üzərində 6 hissə və 3 hissə izolyasiya olunub. Dəyərli dostlar, satışlar videonun evlərimiz var, əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.